Bu simvolu hər yerdə görürsünüz. Məscidlərin başında, dövlət bayraqlarında. Sizə deyirlər ki, bu İslamdır. Mən isə deyirəm ki, bu tarixin ən böyük vizual manipulyasiyasıdır. 1400 il əvvəl bütləri qırmaq üçün gələn bir inanc necə oldu ki, bütlərin rəmzini zirvəyə daşıdı? Salam, bugün kanalımızda İslamın vizual rəmzi sayılan hilalın arxasında gizlənən rəsmi tarixin çox vaxt keçdiyi o qaranlıq bağları deşifrə edirik. Məqsədimiz dini inanc deyil, min illərdir bu coğrafiyanı idarə edən simvolik hakimiyyəti analiz etməkdir. Baal, Hubəl və Məkkənin zirvəsindəki o nəhəng hilal. Bütün bunlar təsadüfdürmü? Tarixi faktlarla və mənbələrlə danışırıq. Hazırsınızsa, başlayaq. İlk öncə mənbələrə baxaq. İbn Əl-Kəlbinin kitabı olan Kitab Əl-Əsnam və arxeoloji araşdırmalar sübut edir ki, İslamdan əvvəlki ərəb inancı Kənan və Mesopotamiya mifologiyası ilə birbaşa bağlı idi. Baal, fırtına və məhsuldarlıq tanrısı min illər boyu yaxın şərqdə hökmdarlıq etmişdi. Hubəl isə ərəb cəmiyyətində həmin o qədim fırtına və ay tanrısı ənənəsinin ərəb coğrafiyasındakı davamı idi. Hilal məhz bu qədim tanrıların, Baal və Hubəlin güc rəmzi idi. Bu sadəcə bir din deyil, min illərin hakimiyyət kodunun birbaşa ötürülməsidir. Bəs İslam nə etdi? İbn Hişamın, Sirət Ər-Rəsul və Məhəmməd Həmidullahın tədqiqatlarına baxın. İslamın ilk dövrü bu qədim bütpərəst simvollarına qarşı tam bir təmizləmə hərəkatı idi. Peyğəmbər bayraqları, o düz rəngli, simvolsuz parçalar, İslamın Baal və Hubəl kimi rəmzlərdən tamamilə qopduğunun fiziki sübutudur. Məhəmməd Peyğəmbərin dövründə olan bayraqlar qara və yaxud da ağ olurdu. Heç bir rəmzdən, simvoldan istifadə olunmurdu. O dövrün İslamında hilalın yeri yox idi. Çünki hilal, Baalın, Hubəlin və qədim bütlərin möhrü idi. İndi isə sual verirəm. Müasir Məkkəyə baxın. Kəbənin başının üstündə dünyanın ən böyük saat qülləsi, zirvəsində isə nəhəng hilal. 1400 il əvvəl bu bütləri qırmaq üçün gələn inancın mərkəzində bu gün niyə həmin qədim tanrıların simvolu hilal parıldayır? İndiki Ərəbistan əslində İslamı qoruyur, yoxsa qədim Baal və Hubəl ənənəsini modern texnologiya ilə dirildilmiş vizual varisi kimi çıxış edir? Bernard Lewsin İslam tarixi tədqiqatları da göstərir ki, İslamın imperiyalaşma dövründə rəmzlər bir zərurət kimi qayıtdı. Amma bugünkü Məkkə bir imperiya ambiyansının ötəsində sanki qədim qorxuların və tanrıların vizual geri dönüşünü xatırladır. Biz axtarış kanalı olaraq soruşuruq. İndiki ərəblər İslamı qoruyur, yoxsa eyni bütpərəst rəmzə fərqli bir ad ilə ibadət etməyə çalışırlar? Faktlar budur. Peyğəmbər dövründə bu simvollar yox idi. Çünki o dövrün İslamı Baal və Hubəl ənənəsini rədd edirdi. Bugün isə həmin simvol Məkkənin zirvəsindədir. İndiki ərəblər eyni bütpərəstliyə modern şəkildə davam edirlər. Şərhlərdə öz arqumentlərinizi yazın. Kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın. Sağ olun.